Bakı-Yerevan arasında münasibətlər de facto sülh prosesidir. Təbii ki, de yure sülh müqaviləsinin bağlanması ilk növbədə Ermənistanda konstitusiya referendumundan sonra olacaq və həmin referendumda Azərbaycana qarşı ərazi iddiaları çıxarılacaq. Çünki Ermənistan konstitusiyası məhz 30 ildir ki, Azərbaycana qarşı bədnam ərazi iddiaları orada qeyd edilir və Azərbaycan da haqlı tələb edir ki, bu bəndlər Ermənistan konstitusiyasından çıxarılmalıdır və ondan sonra yekun sülh müqaviləsi bağlamalıdır. Amma buna baxmayaraq, hazırda iki dövlət arasında münasibətlər müharibə səviyyəsindən deyil. Çünki müharibəni törədən amillər artıq aradan qalxır və bu proses pozitiv şəkildə davam etməkdədir. Nə Yerevanda, nə də Bakıda bir-birlərinə qarşı hər hansı bir sərt ritorikanda şahid olmuruq və Azərbaycan məhz Ermənistana tranzit yüklərin blokadasını qaldırıb. Hətta ötən günlərdə həm taxıl Ermənistana gedir, həmçinin Rusiyadan bitun və qazın Ermənistana daşınması da artıq razılaşdırılıb. Yəni göründüyü kimi tərəflər arasında sülh mühitinin və yekun sülh müqaviləsi istiqamətinə gedən prosesdə etimadın formalaşması prosesi gedir və bu yüksək səviyyədədir. Azərbaycan xalqı sülhə daima hazırdır və müharibədən sonra da bunu ortaya qoydu. Ermənistan baş naziri də biz onun açıqlamalarında görürük ki, o da sülh istiqamətində açıqlamalar verir, praktik addımlar atır. Amma Ermənistanda müəyyən qüvvələr var ki, revanşistlər Ermənistanda bilirsiniz ki, seçkilərdir. Onlar yenə də aranı qızışdırmaq, dırnaq arası müəyyən xalq qazanmaq üçün yenə də ənənəvi 30 il məhz Ermənistanın blokadada, Ermənistan xalqını müharibə şəraitində yaşadan yenə də bir siyasətə əl qatmaq istəyirlər, fikirlər ortaya qoyurlar. Amma düşünürəm ki, onların artıq fəaliyyəti həll edici deyil. Proses hazırda Azərbaycan və erməni xalqının iradəsinə uyğun davam edir. Həm cənab Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə və Ermənistan tərəfinə də təklif etdiyi bu sülh prosesi artıq Nikol Paşinyan tərəfindən də bu siyasi iradə ortaya qoyulur və prosesdə müsbət dinamikada davam edir. Maraqlıdır ki, biz Ermənistan tərəfindən tez-tez bu tip açıqlamalar görürük. Azərbaycanla sülh. Yəni bu açıqlamalar tez-tez səsləndirirlər. Bu nə üçündür? Daha çox daxili auditoriyaya səslənən bir... Bilirsiniz, Nikol Paşinyan həqiqətən də daima sülh prosesindən danışır və həqiqətən də de facto sülh var. Həmçinin cənab Prezident İlham Əliyevə daima minnətdarlığını da vurğulayır. Həmçinin Nikol Paşinyan sülh deməklə bir növ Ermənistanın bu prosesdə artıq müstəqil bir dövlət olduğunu qeyd edir. Çünki 30 il ərzində Ermənistan birisi forpost olub. Məhz Nikol Paşinyan da etiraf etdi ki, uzun illər məhz Qarabağ münaqişəsi Ermənistan üçün bir büxov idi. Ermənistanın müstəqilliyi üzərindən xətt çəkmiş və artıq Ermənistan Azərbaycanla normal münasibətlərə gedəndən sonra 8 avqust, ötən il 8 avqustda sülh mətni paraflanandan sonra sülh var və bunu bir növ Ermənistanın müstəqilliyinin açarı, həmçinin daxili auditoriyada seçki öncəsidir, daxili auditoriyada bu prosesi təlqin edir ki, artıq sülh var və bu sülhü mən gətirmişəm. Həmçinin beynəlxalq ictimaiyyətə də mesaj verir ki, artıq regionda sülh var, bəli, Ermənistanda sülh var və bu prosesin də Ermənistan ictimaiyyətində də bu prosesdə məndən sülhün alternatifi yoxdur. Mən bu prosesi tərəfdarıyam. Çünki həqiqətən də müəyyən alternativ qüvvələr məhz revanşist açıqlamalar verir, sülhün əleyhinədir. Yəni Qərb bir növ bu prosesdə məhz sülhün alternativini görmür Ermənistanda. Təkcə Nikol Paşinyandır. Ona görə də Nikol Paşinyan da bu prosesdən müəyyən qədər qorxusu var ki, Qərbin müəyyən mərkəzləri Ermənistanda müxalifət dəstəkləyə bilər və Qərb də, başda Amerika Birləşmiş Ştatları da Cənubi Qafqazda sülhün tərəfində olmaq istəyir və bu istiqamətdə də praktiki addımlar atıblar. Bəllidir ki, Rusiya sülhə qarşıdır, İran sülhə qarşıdır. Amma indi bu dəqiqə başları qarışıqdır da, belə deyək. Təbii ki, Rusiya, Ukrayna baxımından zamanla nə olacaq o maraqlıdır. Bəli, İranda da hakimiyyət
öz taleyin axışındadır. Yəni ölüm və ölüm dileması qarşısında dayanıb İranda, Rusiyada. Amma buna baxmayaraq hətta Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan da qeyd etdi ki, Ermənistanda seçkilər öncəsi artıq hibrid müdaxilələr var. Təbii ki, bu Rusiya tərəfindən Ermənistana müəyyən təzyiqlərdir. Çünki Ermənistanda növbəti seçkilər de yure Rusiya Ermənistanda demək olar ki, siyasi fiyaskosuna gətirib çıxaracaq. Əslində zamanla bunu necə özünü göstərər çox maraqlıdır. Yəni zamanla bu təsirlər artır ki, Rusiya bu dəqiqə tam təsir gücünü göstərə bilmir Ermənistan daxilində. Bu da bir əslində səbəbdir. Bir də Ermənistan daxilində indi bir ara bu kilsə tərəfdarları, kilsə hakimiyyəti başladı fəaliyyətə. Sonra Paşinyan bunların həbsi ilə və s. bilmirəm, tam yatızdırıb sizcə onlar? Bilirsiniz, bir növ qeyd edirik ki, Ermənistan baş nazir daim sülhdür və o da qeyd edir ki, Azərbaycanla sülh Ermənistan təhlükəsizliyinin qarantıdır. Həqiqətən də indiyək 30 ilə kimi Ermənistan tərəfi öz təhlükəsizliyini Rusiyada və kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında görüb, amma bilmirdilər ki, onların öz təhlükəsizliyi öz sərhədlərindən başlayır. Da Azərbaycanın içərilərindən yox, necə işğal dövründə. Məhz kilsə də uzun illər bu işğala başçılıq edib. Məhz Nikol Paşinyan da kilsəni, onun rəhbəri 2-ci Qaragini Ermənistan publikasına, ictimaiyyətinə sülhə qarşı olan Rusiyanın agentura şəbəkəsi, Rusiyanın hərbi kəşfiyyatının nümayəndələri kimi təqdim edir və Erməni Apostol kilsəsinin hazırki fəaliyyətini onun başçısı 2-ci Qaragini Ermənistanın növbəti dəfə müstəqilliyin üzərinə xətt çəkib yenidən bir dövlətin yedəyinə bağlamaqda ittiham edir. Nikol Paşinyan təbii ki, kilsəyə qarşı sərt deməzdim, amma müəyyən qədər ciddi təzyiqlər edir. Çünki həqiqətən də kilsə və onun rəhbəri 2-ci Qaragenlə Nikol Paşinyan ulduzu barışmır. 2-ci Qaragen onu qəbul etmir. Çünki o Rusiya və revanşist qruplara, keçmiş Qarabağ klanına yaxındır. Robert Kosaryan, Serj Sarkisyan tandeminə. Mən düşünürəm ki, bu prosesdə Nikol Paşinyan qalib çıxacaq. 2-ci Qaragenlə Nikol Paşinyan da artıq bir araya gəlib orta məxrəcə gəlməsi də düşünürəm ki, mümkün deyil. Çünki onlar bir-birlərinə qarşı elə ittihamlar, elə təhqir edici sözlər deyiblər ki, publika qarşısında Nikol Paşinyan, yəni mümkün deyil. Hətta beldən aşağı şeylərə qədər. Bəli, tamamilə təhqir edici və ictimaiyyətə açıqlana bilməyən sözlərdən də baş nazir istifadə edib 2-ci Qaragenə qarşı. Görünür Nikol Paşinyan onun barədə o qədər ciddi sübutlara malikdir. Həm öz hakimiyyətinə əleyhinə, həm Ermənistan dövlətçiliyi əleyhinə. Yəni onun artıq kilsə rəhbərliyindən getməsini istəyir. Çünki bilirsiniz, erməni kilsəsi uzun illər Rusiyanın yedəyində olub, onların təlimatı ilə hərəkət edib, həmçinin Azərbaycana qarşı işğal ideologiyasının başında durub və Ermənistanı bir növ forposta saxlayıb. Nikol Paşinyan çalışır ki, artıq kilsədən də azad olsun. Ordudan 5-ci kolonu təmizlədi. Demək olar ki, silahlı qüvvələri özünə tabe etdi. Orada olan bir çox generalları zərərsizləşdirdi, zabit heyətini zərərsizləşdirdi. İkinci mərhələdə məhkəmə hüquq və təhlükəsizlik sistemində də ciddi təmizləmə işləri apardı. İndi qalıb kilsə. Mən düşünürəm ki, kilsənin 2-ci Qaragenin müəyyən müqavimət göstərməsi də bilirsiniz ki, onlarda baş keşiş seçkilərlə keçirilir öz aralarında və müəyyən qədər kilsəyə də onun hakimiyyət, onu keşiklikdən də uzaqlaşdırılmasında müəyyən qədər bu problem var. Mən düşünürəm ki, 2-ci Qaragen haqqında o qədər mənfi imic yaradıb Nikol Paşinyan, artıq 2-ci Qaragenin də bundan sonra kilsənin rəhbəri olması da mənəvi hüquqi cəhətdən də uyğun gəlmir. Artıq çünki 2-ci Qaragen hesab edirdi ki, bu prosesdə Nikol Paşinyana qarşı həyata keçirdiyi bu etirazda xalq 2-ci Qarageni dəstəkləyəcək, kilsənin yanında olacaq. Çünki uzun illər kilsə həqiqətən də erməni ideologiyasında hakim olub, hakim sinif kimi də qəbul edilib. Ümumiyyətlə, xristiyan cəmiyyətlərdə kilsə həmişə söz sahibi olub. Söz sahibi olub, amma göründüyü kimi
həm kilsənin həyata keçirdiyi etiraz aksiyaları, müxalifətə dəstəyi Nikol Paşinyan kilsəyə qarşı təzyiqləri xalq qəti surətdə kilsənin yanında durmadı. Xalq gördü ki, ya müstəqilin yanında durmalıdır Nikol Paşinyanda, ya da forpoz yenidən müharibə abu-havası, yenidən bir dövlətin yanında olmaq Rusiyanın. Ona görə də kilsə, xalq konkret olaraq praqmatik addım atdı, müstəqilin yanında oldu, sülhün yanında oldu, Nikol Paşinyanın yanında oldu. Mən düşünürəm ki, seçkiləri də kimi olmasa bu il ərzində Nikol Paşinyan 2-ci Qaragünü Erməni Apostol Kilsəsi vəzifəsini uzaqlaşdıracaq. Təzyiqlər getdikcə inkişaf edir. Nikol Paşinyan dini liturgiyalarda artıq 2-ci Qaragünlə iştirak etmir. Bu da Erməni Apostol Kilsəsinə böyük zərbədir. Artıq xalq da kilsəyə etimad etmir. Bir növ Rusiya kəşfiyyatından Ermənistandakı orada nümayəndəsi kimi onları qəbul edirlər. Həqiqətən də 2-ci Qaragünün qardaş oğlu Rusiya hərbi kəşfiyyatının agentləri, zabitləri kimi deşifrə olundu. Artıq onlar da həbsdədir. Yəni Ermənistan hakimiyyəti həm ordunu, həm məhkəmə hüquq sistemini təmizlədi, kilsəni və növbəti dəfədə diaspor olacaq. Yəni bunlardan da ikisi qalıb. İkisini də tamam təmizləyəndən sonra Ermənistanı çevik surətdə inkişaf etdirməyə çalışacaq. Artıq Ermənistan bədnam soyqırım iddiaları, qonşulara qarşı ərazi iddiaları, yəni artıq bunlardan imtina ediləcək dövlət səviyyəsində. Proses bu istiqamətdə gedir. Mən düşünürəm ki, uğurlu olacaq. Çox qısaca, çox az vaxtımız var. Bu 2026 seçkilərindən nə gözləyirsiniz? Mən düşünürəm ki, 2026-cı seçkiləri Nikol Paşinyan üçün uğurlu olacaq. Aparılan rəy sorğuları da göstərir ki, xalq indiki hazırda bir ikinci fiqur da yoxdur. Bəli, ikinci bu hakimiyyət dəstəkləyir. Həmçinin Azərbaycanla gedən proseslər, sülh prosesi Nikol Paşinyan mövqeyini kifayət qədər gücləndirib, xalq da prosesi yüksək qiymətləndirir. Həmçinin bilirsiniz, Robert Koçaryandır, Serj Sarkisyandır, Samvel Karapetyandır. Bunların xalqa, Ermənistan xalqına nə vəd verəcəklər, nə deyəcəklər. Əllərində də bir konseptual yoxdur. Onsuz da xalqın istədiyini, arzuladığını Nikol Paşinyan həyata keçirir. Və ona görə də 2026-cı ildə keçiriləcək, yəni bu il keçiriləcək parlament seçkilərində Nikol Paşinyan müxalifət üzərində həlledici qələbə qazanacaq. Aydındır. Mən təşəkkür edirəm Məmməd müəllim. Çox sağ olun ki, bugün bizim qonağımız idiniz. Əziz tamaşaçılar, politoloq Məmməd Əsəd